Salam aleykum. Aleykum Salam aleykum. Deməli, əziz qardaş, biz bu maşını neçə ildə artıq almışıq? 10 aydan çox da, hə, 10 ay. 10 aydan çox. Hə, 10 ayda. Hə, elə yadımda qaldı. 10 aydır, bəli. İndi hal-hazırda bir dənə bu kilometrajına baxa bilərik, nə qədər getmişik. Mütləq. Təmiz elektriklə 12698, 13300 sayaq da. 13000 kilometr elektriklə. Elektriklə 3800 kilometrdə dediyimiz motor işləyir. Mühərrikimiz işləyib, düzdür? Bəli. Ümumilikdə 16000 kilometr gedib. Ay sağ ol. İndi həmin o sözə gəlirik. Bayaq ki, yəni o ərəfədə mən 2-3 dəfə rayonda olmuşam. O dediyin o 3800 kilometr mən elə bir dəfə Xankəndi, Şuşa, Laçın o istiqamətlərdə olmuşam. Bir dəfə Qəbələ istiqamətlərində belə arada bir xırda belə yaxın yerlərə getmişəm. Yəni yazan o işləyən motor o ərəfədə olub. Çox vaxt elektriklə sürmüşəm. İndi danışsaq ki, o bir dəfə sual vermişdim mənə, o sualın üstünə gəldim ki, deyirlər bu motorların resursu 100.000-dir. Hansı ki elə deyil, amma yenə də sayasaq ki, elə 100.000-dir. ay sağ ol. Biz ilə 20.000-dir. Bax 16.000 sürmüşəm 10 aya. Sayaq ki 2 ayda sürərəm 4.000. Onlar 20.000 ümumi probek. Onun da 5.000-in sayıram olsun, 1000 kilometr gəlirəm üstünə olacaq yanacaqla. 15.000 kilometr olacaq təmiz elektriklə. O nə deməkdir? Deməkdir ki, biz həmin o 100.000-i də vurmalıyıq 4-ə. O eləməli də 400.000. Yəni adi maşınında necə motor 400.000 işləyirsə, bunda həmin müddətə eləsə dediyin 100.000 işləyəcək. Ay sağ ol. Ona görə biz insanlar çox şey deyir ki, probek azdır, motor zəifdir, nə bilim 100.000 resursu var. Okey də 100.000 hansı resursdan gedir söhbət? Plugində baxın da fərq reallıq odur ki, plugin nə deməkdir? Yəni Bakı şəhərində sürüləndə daha çox elektromobil kimi sürülür. Əlbəttə ki, bu 200 km olmağına baxmayaraq, reallıqda belə deyim də 150-160 km sürürsən. 150 km sayaq. Amma Bakı şəhərində 150 km hara bir başdan o birisi başına 50 km 60 km məsafə var da, Arcundan Bibeybətə qədər. Yəni bunu sürərsən 2 gün rahat sürürsən 2 günə. Bəli. Bax elə bir illə tutaq ki 5000 kilometr mühərrik işləsə, 100.000-i sürmək üçün 20 il keçməlidir də, düzdür? İlə 5. Hədə 20 il eləyir də, 10 ilə 50.000. Hə. 10 ilə 50.000. Yəni ona görə bu deyəndə ki, maşının resursu var, bu maşın sürülə bilər. Okey də, yəni onu aşılmasına yaxşı fikir versən. Mən misal üçün elə sizin dəstəyin oldu, sağ ol Orxan. Getdi yağını dəyişdim səndən danışandan sonra bir də. Əslində resursu vardı yağın 10.000-ə qədər də kilometr verim. Amma mən getdim bir də dəyişdim çünki 6 ay müddəti bitmişdi. 6 ay. Hə, 6 ay bitmişdi deyə mən getdim dəyişdim. Mütləq elə şeylərə fikir versəz, izləyicilər, yəni istifadə edən insanlar. Motorun korobkasıdır, indi bunda motor reduktordur. Reduktorun yağıdır, motorun yağıdır. Baxmayaraq ki, istifadə etməmisiniz, qardaş, vaxtında dəyişin yağı. 6 ay keçdi, artıq o keyfiyyət, həmin keyfiyyət qalmır yağı. Ay sağ ol. Özdə reduktorun yağı da səhv eləməmsə, elə də baha deyil idi. Reduktorun yağı səhv eləməmsə 40 manat. 40 manat. Əlavə, ödəyiş elədi. 1 litr yoxsa nə qədər yağ getdi. O da yenə də mənim 30.000 probeqə də gedir, 20.000 probeqə. 20.000 probeqə 40 manat. Heç nə, doğrudan heç nədir ya. Allah, bu 1 il ərzində sürdüyümüz müddətdə bu maşında deməyim nə xoşuma gəlib. Deməyim ki, nə xoşuma gəlməyib. Bir daha onu da deyib, bu ilə xoşuma gəlməyib. Qısa videomuzu yekunlaşdıraq. Xoşuma gəlməyib, yaxşı sualdır. Bax, bilmirəm, bəlkə də bu hər kəsin də zövqünə görədir də. Bu ruj salon mənə daha praktik olardı, qara olsaydı. Daha praktik olardı. Yəni belə deyim, bunun baxımı bir balaca həssaslıqla, yəni təmizlətdirməlisən vaxtında o necə deyim, qulluq eləməlisən ki, mənim sabah belə əlavə rezinlər almışam bura. Bilmirəm ki, görsənir yoxsa yox. Ki, aşağıda da var, burada da var. Üstü üçün bir dənə almamışam bunu, amma gələk onu da alım. Bunlar çox kömək eləyir. Amma belə gələk baxasan da ki, bulaşmasın.
uşaqlar ayaqqabı ilə, nə bilim, nəsə yeyəndə, içəndə ümumiyyətlə yaxşı ki, yeyib içməsinlər. Bir dəfə oldu, dağıldı, üstünə ləkə qalmışdı, yəni göğüslərimizi lətdirdim. Budur diskomfort. Range cəhətdən problem yaşamamışıq. Yəni bax, yaxşı, yox, problem yaşamamışam. Baxın, qışda hava soyuq temperaturda az sürəcəksiniz mütləq şəkildə. Yəni deyilən kilometraj istir elektrik maşını olsun, istir gibrid olsun, istir plug-in gibrid olsun, fərqi yoxdur. O məsafəni vermir. Soyuq havada batareyanın qızdırılması üçün istifadə olunan enerji var, sonra özünün plotness deyirlər, Azərbaycanca bilmirəm, kipliyi, həcmi, kipliyi azaldığı üçün batareyanın, ona görə sizdə məsafə, yürüyüş məsafəsində də fərq eləyir. Amma hava 15-17 temperatur. 15-17 temperaturdan yuxarı qalxandan sonra siz eyniyə göstərilən kilometrajı sürürsünüz. Aydın. Və sürmək olur. Aydın. Yəni, qaydasında sürmək şərti ilə eləmək olur onu. Çox sağ olun. Əslində bu suallar gəlir. Niyə görə bu qısa videonu çəkdim? Belə bir suallar gəlir ki, həqiqətən ki, bu havaldan da açıq ən çox suallar gəlirdi ki, haval necə maşın çıxdı, necə oldu? Mən də hamıya deyə bilmirəm ki, maşını satım. Görən görüb ki, bu maşına keçmirsən. Görməyənsə hələ bilir ki, havalı hələ də sürürsən. Yox, havalısan. Elə dostumuz aldı, götürdü. Yəni istədi, aldı, verdi dostumuza, yaxın adamımıza. O da hal-hazırda istifadə eləyir. Razıdır da. Mən də razı idim. Sadəcə olaraq fərq nədir? Kilometraj idi orada. Orada 100 kilometr idi məsafəsi. Burada 200 kilometrdir. Düzdür, qiymətlərində də fərqi var. Sonra mən havalda hiss olunurdu ki, bu Çin maşınıdır. Yəni onu hiss edirdin. Müəyyən nüansları var ki, monitorun işlənməsində, müəyyən belə deyim də, klaviaturanın belə ümumiyyətlə ikonkaların softun özünün yazılmasında bilinir ki, Çinlilik hiss olunurdu. Amma bu maşında elə deyil. Bu maşının həm yığılma keyfiyyəti başqadır, səssizlik keyfiyyəti başqadır, yumşaqlıq keyfiyyəti başqadır askı sistemində. Karabka olmadığı üçün bu maşında birbaşa reduktora qoşulduğu üçün sürətlənməsi başqa cürədir. Yəni tam özünü elektrik maşını kimi aparır. Sonra onların arasında ancaq gələk sürüb, yəni onu başa düşə bilirsən. Belə sürməmiş onu dillə izah eləmək olmur ki, yəni sürətlər qutusuna olan avtomobil necə özünü aparır yolda və yaxud da ki, elektrik maşını necə aparır. Ona görə oturasan, lurun arxasına sürəsən və onu hiss eləyəsən. Fərqlər ondadır. Yəni ona görə pis maşın deyil, əla maşındır. Çox da belə deyim, keyfiyyətli maşındır. Amma yenə də hər kəsənin öz cibinə görə də məsələsi var. Kim nə istəyir? Mənə görə bir balaca elektrik enerjisindən, elektrikdən istifadə edib də məsafə almaq daha vacib idi. Nəinki bu maşını istifadə edir. İndi əsasən bu maşının da var. 285 artıq kilometr çıxanları var. 25 modelləri. Məndə 215-dir. İndi elə bilmirəm, alınsa bəlkə də 285 kilometrliyini alıb istifadə edərəm. Ola bilər. İnşallah. Onu da alsaq, onu da bir çəkilişini eləyərik. Sağlıq azca fərqləri var o 25 modellə. Cüzi fərqləri var. Onlara hamısının nüanslar nədən ibarət olduğunu qismət olsa bölüşərik sizin vasitənizlə. İnşallah. Təşəkkürlər, minnətdaram. Ən çox verilən sual ki, biz maşını sürdü, necədir bir il sonra? Yəni salon eyni, necə alınıbsa elədir. Səssizlik eyni, necə alınıbsa elədir. Yəni böyük bir fərq. Natiq də bir ilə yaxındır ki, maşını sürür. Hələ də razıdır. Kilometraj olaraq nə qədər sürülüb, onu da göstərdim. Maşını da indi çöldən düzdür, videonu çəkməmişəm, amma necə var elə də qalıbdır. Yəni heç bir şey dəyişilməyib. Batareya ilə də hal-hazırda da dəyişikliklərlə gedirik. Bayaqdan elə fikrim burada batareyadadır. Yəni burada 81% göstərən. Yəni çox da hal-hazırda hava normaldır. Yəni amma kifayət qədər soyuq havadır. Əslində bu dərəcədə daha çox istifadə olunur enerji, belə deyim də. 15 dərəcəyə qədər, 15 dərəcədən aşağı düşdü, daha çox istifadə olunur. Daha çox istifadə olunur. Amma yenə də normaldır. Yəni baxıram ki, bu boyda güclü probkalar üçün sərfiyyatı normaldır.
Bu qədər videonu bəyəndinizsə like etməyi unutmayın. Like edin, mütləq podpiska eləyin, mütləq yorumlar, kommentariyalar yazın. Orxan özü də oxuyur, hamısında da çalışır cavab verməyə, çalışır mütləq cavab verir. Yəni ki, nə sualınız varsa verə bilərsiniz. Təşəkkürlər. Hələlik sağ olun, görüşərik inşallah.